Salam müəllimlər, axşamınız xeyir olsun. Mən bu gün MİQ və sertifikasiya bağça imtahanına hazırlaşan müəllimlər üçün mövzu 7, yəni məktəbəqədər yaş dövründə uşaq oyunlarının növlərindən danışacağam. Mövzumuz çox maraqlı və yadda qalan mövzudur. Belə ki, oyunların kurikulumda 8 növ var. Təhlikdə oyunlar. Təhlikdə oyunlar materiallar və ideyalarla təkbaşına oyundur. Adı üstündə, yəni təbii ki, təklikdə oyundursa, bu təkbaşına həyata keçirilir və nəyin vasitəsilə həyata keçirilir? Materiallar vasitəsilə. Material varsa, demək bizə ideya da lazımdır ki, bu materiallardan necə istifadə edək, necə oynayaq. Yəni ki, burada yəni iki açar söz var. Materiallar və ideyalarla təkbaşına oyun. Nə oldu? Təhlikdə oyun. Daha sonra gəlirik paralel oyunlara. Paralel oyunlar bəzən təkrarlayaraq, bəzən isə həmin materialdan istifadə edərək fərqli fəaliyyət növünü həyata keçirməklə bir-biri ilə yanaşı oyundur. Bunun da açar sözü bir-biri ilə yanaşı oyundur. Bu formada yadda saxlayın. Keçirik əməkdaşlıq oyunlarına. Əməkdaşlıq oyunlar ümumi maraqlarla qarşıya qoyulan problemləri həll etmək üçün ideya və rol mübadiləsi aparmaq yolu ilə uşaqlar qrupunun əməkdaşlıq oyunlarıdır. Adı üstündə, yəni burada artıq uşaqların sayı çoxdur və əməkdaşlıq edərək oyun təşkil edirlər. Yəni problemləri bir yerdə həll etməyə çalışırlar. Müxtəlif vəzifə bölgüsü edərək burada oyunu təşkil edə bilirlər. Daha sonra sərbəst oyunlar. Sərbəst oyunlar təkbaşına və ya yaşıdları ilə oyun, yəni bu zaman yalnız oyun iştirakçılarının ehtiyacı olduqda və onlar kömək üçün müraciət etdikdə böyüklər dəstək göstərə bilər. Yəni uşaqlar yaşıdları və ya da ki, təkbaşına və ya da yaşlıları ilə oynaya bilərlər. Təbii ki, özlərinin istəyi olarsa yaşlılar onlara dəstək göstərir. Əks halda, yəni onlar yenə də təkbaşına oynayırlar. Yəni sərbəstdirlər. Daha sonra sensimotor oyunlar var ki, sensimotor oyunlar müxtəlif materiallardan hazırlanmış oyuncaqların köməyi ilə su və qumu qarışdıraraq papimaşedən formalar hazırlamaqla lamisə üzvlərinin həm də fiziki hərəkətlərin istifadəsi ilə oyunlardır. Bu oyunlar adətən uşaqlar, yəni kiçik yaş dövründə görürsünüz ki, yəni uşaqlar qumu tökürlər suyun içində, qarışdırırlar, qumu başlarına tökürlər və ya hər hansı anaları ilə istirahətə gedəndə orada qumdan oynayırlar, arabaya tökürlər və ya elə şəhərin özündə müxtəlif qum mərkəzləri var ki, orada yəni uşaqlar gedərək müxtəlif formada, yəni oyunlar təşkil edə bilirlər. Yəni adətən uşaqların oyunları qumu arabalara tökməsi, sonra boşaltması bu tipli olur və ya da ki, su ilə qarışdırıb oynaması. Yəni bunlar hamısı sensimotor oyunlardır. Daha sonra konstruktorlarla oyun var ki, konstruktorlarla oyun taxta kubların və ya legoların istifadəsi ilə oyuncaq maşınlar üçün qarajların tikintisinə müxtəlif konstruksiyaların yaradılması. Yəni legoları yəqin ki, görmüsünüz, müxtəlif kubiklərdən istifadə edərək, kərpiclərdən istifadə edərək konstruktorlarla, yəni oyun təşkil edirlər. Konstruktorlarla oyunlar yaradıcı oyunlardır. Yəni uşaqlar o legolardan müxtəlif qaracılar hazırlaya bilərlər, müxtəlif evlər tikə bilərlər, körpülər hazırlaya bilərlər. Yəni bir-birinə quraşdıraraq müxtəlif ideyalar ortaya qoyurlar. Yəni müxtəlif əşyalar hazırlayırlar. Daha sonra sujetli rollu oyunlar və axırda qalıb simvolik oyunlar. Baxın, hər ikisində xəyali ilə başlayır, amma sujetli rollu oyunlar canlılara xitab eləyir. Gəlin belə cümlə kimi oxuyaq. Xəyali, məsələn, ananı və ya atanı, mağazada satıcını yaradılması, hisslər, hadisələr, insanlar, heyvanların imitasiyası və təsviri müvafiq dil və jestlərdən istifadə edilməsi. Baxın, sujetli rollu oyunlarda canlıları təqlid eləyir. Məsələn, ananı təqlid edir, mağaza oyununda satıcını təqlid eləyir, müəllim obrazında, müəllim oyununda məsələn müəllimi təqlid eləyir və ya həkim obrazında həkimi təqlid eləyir. Yəni burada canlılardan bağlıdır. Amma simvolikdə isə cansızlardan bağlıdır. Baxın, simvolik və ya xəyali olaraq konkret əşya, obyekt, hərəkət və ya hadisələrin təsvir olunması. Uşaqlar böyüdükcə onların simvolize etmək istədikləri əşyaların forma və funksiyaları üzrə əvəzedicilərdən, yəni taxta parçaları və ya qutular kimi obyektlərdən istifadə etməyə başlayırlar. Simvolik oyun konstruktiv və dramatik oyunu təşkil edir. Yəni burada bilirsiniz nədir məsələ?
Ya, burada məsələn, uşaq, telefonla danışır. Bunun üçün, yəni, pultu tutur qulağına, başlayır başlayır atası ilə danışmağa. Sanki, onun qulağındakı telefondur. Yəni, o telefonu simvolizə eləyir və ya hər hansı, eee, uşaq, yəni, qazanın qapağını götürür, rolu, yəni, simvolizə eləyir ki, yəni, bu roldur, mən roldan, yəni, gedirəm. Yəni, rolu hərəkət elətdirərək mən gedirəm. Yəni, bunlar hamısı əşyalardır və bu əşyaları uşaqlar simvolizə edirlər başqa bir, əşyalarla. Daha sonra körpələr qrupunda təlimin oyun məşğələlər formasında keçirilməsi məqsədə uyğundur. Bununla yanaşı, təlimin səmərəli təşkili üçün tərbiyəçi müəllim aşağıdakıları bacarmalıdır. Bunları da əzbər bilməlisiniz. Demək, bunlar hansılardır? Hər bir fəaliyyətdə uşaqlarla birgə iştirak etmək, daha sonra qrup otağı və materialların estetikliyini təmin etmək. Aydın məsələdir ki, yəni qrup otağında hər hansı, belə deyək, materiallar varsa, onları yəni gözəl, yəni şəkildə yerləşdirməlidir. Necə gəldi yerləşdirmək olmaz. Yəni otağa daxil olanda o estetikliyi görmək olsun, o estetiklik həqiqətən görünsün. Bunun üçün yəni səliqəli olmalıdır və orada olan materialları düzgün şəkildə yerləşdirməlidir. Daha sonra uşaqların inkişafında və təlimində irəliləyişi sənədləşdirmək, daha sonra təlim və təcrübələr arasında əlaqələri görmək üçün uşaqlara kömək etmək, təqdim edilən iş vasitəsilə öz biliyini ifadə etməkdə uşaqlara kömək etmək. Aydın məsələdir ki, bəzən uşaqlara müəllim materialı verir, danışır, amma uşaqlar fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Bu halda təbii ki, müəllim də dəstək olmalı və onlara şərait yaratmalıdır. Daha sonra valideynlərlə əməkdaşlıq etmək. Aydın məsələdir ki, yəni hər bir müəllim valideynlərdən əməkdaşlıq etməyə bacarmalıdır və bu onun borcudur, yəni. Çünki uşağın bir şəxsiyyət kimi formalaşması və onun inkişaf etməsi üçün əməkdaşlıq çox vacibdir. Daha sonra layihələr barədə həmkarlar və valideynlərlə dialoq aparmaq. Bəli, aydın məsələdir ki, hər hansı bir yenilikdən bağlı həm öz müəllim yoldaşlarına, həmçinin də valideynlərə məlumat verməlidir. Daha sonra təlim prosesi şərti olaraq aşağıdakı kimi bölünə bilər. Bu hansılardır? Uşaq fəaliyyətinin müxtəlif növlərinin təşkili prosesində həyata keçirilən təlim fəaliyyəti. Daha sonra rejimə əsasən həyata keçirilən təlim fəaliyyəti, uşaqların müstəqil fəaliyyəti, proqramın realizasiyası zamanı ailələrlə qarşılıqlı əməkdaşlıq. 4 dənə təlim prosesinin belə deyək də bölgüsü var. Bunları yəni əzbər şəkildə yadda saxlayın. Daha sonra gəlirəm, fəaliyyət uşaq üçün maraqlı və əyləncəli olmalıdır. Bunlar nədir? Bunlar isə aşağıdakılardır. Didaktik, sujetli rollu, hərəkətli, musiqili, yallı xarakterli, səhnələşdirilmiş, imitasiya xarakterli hərəkətli oyunların keçirilməsi, yəni uşağın marağını cəlb eləyən fəaliyyətlərin təşkilini nəzərdə tutulur. Daha sonra müxtəlif janrlı bədii uşaq ədəbiyyatının oxunması və müzakirəsi. Ümumiyyətlə uşaqlar bədii ədəbiyyatı sevir. Nağılları, şeirləri, hekayələri və onun səhnələşdirilməsini çox sevirlər. Daha sonra uşaqlarla situativ söhbətlərin təşkili. Aydın məsələdir ki, tərbiyəçilər yəni belə söhbətləri çox aparır uşaqlardan. Bu da yəni uşağı düşündürməyə vadar edir, daha məntiqi şəkildə situasiyalara yanaşmağa kömək edir. Yəni hər tərəfli şəkildə inkişaf etdirir. Daha sonra gəzinti zamanı fəslə uyğun təbiətdəki dəyişikliklərin müşahidəsi, əmək fəaliyyəti, yəni rəsm, yapma, kəsib yapışdırmanın təşkili, mahnıların və rəqslərin ifa olunması, hərəkətlərin inkişafı üzrə məşğələlərin təşkili, bir də müxtəlif rejim hallarında fəaliyyətin təşkili. Yəni təbii ki, aydın məsələdir ki, yəni rejim nə üçün verilibdir? Uşaq öz fəaliyyətini həyata keçirməsi üçün. Yəni bunları vaxtında etməlidir, uyğun vaxtda etməlidir. Yəni hər bir şeydə vaxta diqqət etmək lazımdır. Belə müəllimlər, dərsimiz bu qədər. Yəni çalışın ki, sonuncu hissələri əzbərləyin, hansı ki, o təlimin səmərəli təşkili üçün tərbiyəçi müəllim aşağıdakıları bacarmalıdır. Bir bunu, daha sonra təlim prosesi şərti olaraq aşağıdakılara bölünür. Bir bunu, bir də ki, fəaliyyət uşaq üçün maraqlı və əyləncəli olmalıdır. Yəni bunları əzbərləyin. Qalanları da ki, aydın məsələdir ki, yəni oyunların 8 növü var. Yəni o oyunların artıq adını əzbərləsəniz, onlar haqqında məlumata da sahib olacaqsınız. Çünki çoxunun adı
elə açıqlama ilə eynilik təşkil edir. Belə müəllimlər, dərsimiz bu qədər. Ümid edirəm ki, hər şey aydın oldu. Əgər hər hansı qaranlıq qalan məqam olsa, şərh bölməsinə yazıb soruşmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.